Sabahınız xeyir, yol polisi Serjant İsmailov. Siz maşını yolun qadağan olmuş tərəfində saxlamışsınız. Hansı tərəfdə? Sol tərəfində. Təsadüfə baxın, elə siz də yolun həmin tərəfində saxlamısınız. Bizə olar, biz iş başındayıq. Çox gözəl, mən də təbiəti seyr edirəm. İndi bunun üçün qaydanı pozmaq lazımdır. Bəs bu qayda pozuntusunu düzəltmək üçün həmin qaydanı pozmaq olarmı? Bağışlayın, mən siz sərlərinizi yoxlaya bilərəm. Əlbəttə, əgər maşına otursan. Allaha qurban olun, gör necə gözəllik yaradır. Nə yaradır? Sən Allah, o gül çiçəyə bax. Axı gül çiçəyin burada nə dəxli var? Mən siz sədərinizi yoxlamaq istəyirəm. Necə? Bu cür gözəlliyi qoyub kağız-kağıza baxmaq istəyirsən? Bəli. Siz dediyiniz o kağız-kağız mənə daha da maraqlıdır. Yoxsa təbiət, mənzərə, gül çiçək... Tamamilə boş-boş şeylərdir bunlar. Mən iş adamıyam, romantik deyiləm. Belədir. Qulaq as, dost. Əgər romantik deyilsənsə, bu şəxsi işindir. Amma təbiət haqqında heç vaxt belə hörmətsiz danışma. İş adamı olmaq mənasız yaşamaq demək deyil. Furaşkanı qoy qabağına bir fikirləş. Gör boş-boş şey sən nəyə deyirsən. Yaxşı da, əsəbləşməyin. Mən ki sizə heç nə demədim. Mənə yox. Amma sənin sözündən belə çıxır ki, bu gözəllikləri bəyənmirsən. Başa düşürsünüz, mən... Gecə növbəsi... Allah... Vəziyyət çox... Nəysə, səni maraqlandıran sənədlər buradadır. Sizin silah gəzdirməyə icazəniz var? Bunu? Bəli. Yox, mən bunu gəzdirmirəm. Bununla polis işçisi vurublar. Hə, başa düşdüm. Siz polissiniz. Ölüm şöbəsində işləyirsiniz. Bu da ki, əşya dəlildir. Bağışlayın, sizi narahat elədim. Hey dost, bəs sənədləri yoxlamırsan? Hə, yox, mən fikirləşirəm ki, sizin sənədləriniz qaydadadır. Əgər istintaq sirri deyilsə, bir sualım var sizə. O polisi niyə görə öldürüblər? O rəhmətlik də sənin kimi təbiəti sevmirdi. Allah rəhmət eləsin. Mən indi fikir verirəm ki, təbiət nə qədər gözəldir. Baxıram güllərə, deyirəm, əsl şairlərin malıdır valla. Bax, məsələn, ilham almaq üçün, bax güllərə, yaz şeiri. Yaz şeiri, bax güllərə. Güllərə bax, ilhamı al. Bax şairlərə, yaz gülləri. İlham, belə də. Görürsən dost, sonra da deyirsən romantik deyiləm. Hə, nə oldu? Sənədlərin qaydasındadır, gedək. Hara gedir, ya? Ben o da Raskurtka? Gəlmə eləməyirsən onu? Əşrəz, deyirsiniz indi bir dənə Raskurtkaya görə pagon yoldaşımızı cərimə eləyin. Hətta olmuşsa nə? Nə pagon yoldaş hala? Harada görmüsən ki, sən polis belə bahalı maşında gəzsin? Kinoda? Reis, Van Damme kinosuna baxmışsınız? Görmürsünüz necə bomba maşınlar sürürlər onlar? Nədir? Bu Van Damme idi? Bilmirəm.
Reis, bu adam Azərbaycanca bilir. Sürələ. Van Damme. Yox, bir Schwarzenegger. Sür. Cənab müstəntiq, dırstağı gətirdim. Gedə bilərsən. Salam. Yemək verə bilərsən, hə? Hə, Zaur, sağ ol. 2 dənə dönər gətirmişlər kameraya. Bəs qola. Düz qolanı görmədim. Elə çifir var idi, bir təhər yola verdim. Kırsalar, mən onların burunlarına gətirərəm qolanı. Lazım deyil, Zaur. Sonra məni incidəcəklər. Elə dönər gəlib çıxıb böyük şeydi. Sən burada çox qalmayacaqsan, Murad. Məhkəməyə qədər döz, məhkəmədən buraxdıracam səni. Prokuraturanın müstəntiqi ilə danışdım ki, səni zanın buraxsınlar. And içir ki, zanın məsələsi alınmır. Amma məhkəmədə düz qoş eləyərik. Gərək biraz vaxt geçsin. Yaralar soysun. Mən də şeyi çox gözəl başa düşürəm. Yox, başa düşmürsən. Başa düşsəydin, o uğraşınladın deyərdin mənə. Özün də qapısıda oturmazdın. Elə buradan buraxdardım səni. Bilsən ki, deyən deyirəm. Bu söhbəti qurdalamağın nə mənası var? Mənası olmasa soruşmaram. Biz sənlə məylə uşağıyıq. Mən səni burada tutaq görmək istəmirəm. İşverən görmək istəyirsən? İşverənlik başqa şeydir, qaqaş. Məsəl üçün, mənim öz işverənlərim var. Onlar pula görə kimi istəsən torba tikərlər. Hazırlayıb, gətirir hazır padnosda. Mənə qalır ancaq onu götürmək. Səndə ayrı məsələdir. Siz gedmişsiniz restorana. Onun söhbətinə. Restoranın yarısını dağıtmışsınız. Müdürün çənəsini sınırmışsınız. Sən tutulmuşsan, o da çıxıb aradan. Bacaracağım qurban. Mən ilişdim deyə, o da ilişməli idi. Sən də onun badana gedmişsən. O indi gəzir, araq içir, qızlarla keyf eləyir. Sən də oturmuşsan kamerada çifirişirsən. Heç bir qutu sigaret göndərib sənə? Göndərib? Denə də göndərib? Yox, göndərməyəcək də. Amma sən onun zibilimi öz üstüne götürürsən. İdeya ilə geyirsən. İdealistsən. İdealist deyirəm. Amma ad çəkən də deyirəm. Bəs nə edəcəksən? Bilmirəm. Riyadın bu məsələdən xəbəri var. Yox. Sırağa gün elə bir yerdə ovda idik. Xəbəri yox idi. Mən özünə dünən xəbər tutmuşam. Riyad bilsə, həll eləyər bu işi. Zahir müəllim, bir nəfər zənən xaylağı gəlib, sizi soruşur. Xeyr ol sərtəzdən. Adını soruşmadın. Adını demədi. Qoy gözləsin. Oldu. Dön görüm. Rəis gəlib. Bəli, otağındadır. Get. Mənə bax, Murad. Niyə kimin nəzi bir oğul qaçır Riyadın üstünə? Nə şübhəl eləyirsiniz? Gələk Riyad maya bıraxsın? Niyə istərsən ki? Riyad bütün məhəlləyə atalıq eləyir. Bəs mən burada göbələyiz adam. Sənə deyirəm, ver mənə uğraşıb, bütün məsələni həll eləyim. Yox, mütləq Riyad bilməlidir. Nə varımızda bir kişi deyə? Özün bilirsən, Zaur. İstəyirsən kömək elə, istəyirsən eləmə. Mən iş verə bilmərəm. O gəlmir,
sigaret gətirmir. Özü bilər. O özünə görə bir oğlandı, mən də özümə görə. Çıxandan sonra cavab istəyəcəm ondan. Neyse. Neyse, gene başlamışsan boş-boş məhəllə söhbətlər aparmağa. İdeya ilə gedirik, kişinin oğlu. Sənin yaxşı olan zadırların çoxsu bizə işləyir, xəbərin var? Bura gələ düşməyəsən Murad. Düşdünsə buradan çıxmağın 3 yolu var. Bilirəm. Ya gərək düz olasan, ya adamın olsun, ya da ki, iş verəsən. Mənim günahım var. İş verə bilmərəm. Deməli, ümid qalır ancaq riyada. Deməli mən heç nəyəm. Sadəcə sənin şərtin qəbuldür. Onda sən istirahət elə. Riyada da mən heç nə deməyəcəm. Riyad mənim dostumdur, onun canımda qurban. Amma mən xoşlamıram. Məni ondan əski sayanları. Starşına! Aparın! Sabahın xeyir, Kama. Hə. Xeyir olanda sabah yaxşı şeydir. Yenə nə olub səhər tezdən, nöşdə inirsən? Mənəvi haqqım var. Deyinməyə? Deyilməyə də, hələ bu boşqabların bir ikisini, heç olmasa birini sındırmağa da. Kama, nə həşirdəsən? Adam belə yuxudan agresiv dura. Yuxudan? Yuxudan sevimli ayaq səslərinə durmuşdum, özü də böyük ümidlərlə. Amma nə oldu? Nə oldu? Bu oldu, bu cür gözəl fürsət, xoş xəyallar, təzə anadan olmuş ümid. Hər şey məhv oldu. Vay, ay Kama, danışacaqsan yoxsa yox? Bir dənə tüm qəhvə düzəlt, sonra. Nə? Xahiş eləyirəm. Bu başqa məsələ. Özdə biraz cəld ol. Kama, qudurma! Düzəlt, peşman olmazsan. Yaxşı, onda başla. Təsəvvür elə ki, şirin-şirin yatmışam yatağımda. Elə də qəşəng yuxu görürəm ki. Ah, erotik. Nəsə keyfdəyəm. Özdə bilirsən də kiminlə. Aha, aha! Ha, birdən gördüm, darvaza açıldı. Maşın girdi içəri. Riyadın səsi gəlir. Yuxuda? Yox, həyətdə. Nəsə başa düşdüm ki, bu boyda təsadüf ola bilməz, bu həm şansımdır. Tez bazar əynimi dəyişdim, əl-üzümü yudum. Ya Allah, getdim dalayacam. Riyadın dalınca yataq otağına? Yox, maşının dalayacam qaraja. Nə güc suallar verirsən? Aa, soruşmaq olmaz. Olmaz. Oş. Sonrasına qulaq as da. Hə, yaxşı. Neysə, gəldim bunu dalayacam yataq otağına.
Gördüm oturub çarpayın üstündə, özü də keyflidir. Dedim, gəl ayaqqabılarımı çıxardım. Heç cavab gözləmədim, əyildim iplərini açmağa. Riyad neynəsə yaxşıdır. Nə? Ay, tutdu çiyinlərimdən. Qaldırdı yuxarı. Sayka, ürəyim bir çırpındı, bir çırpındı. Oy! Təsəvvür elə ki, tutub çiyinlərimdən, dayamışıq üz-üzə. Bax belə. Nəfəsi deyir dodaqlarıma, gözümə, bir sözlə. Əridim dondurma kimi. Ah, yaxşı, yalan demə. Sən öl Sayka. Dedim, ay Allah, bu dəfə deyəsən öpəcək məni. Hə, sonra? Sonra dinmə söyləməz, üzümü çevirdi qapıya tərəf. Hələ də nəfəsini hiss eləyirəm axı, boynumda. Sakit durmuşam, nəfəs də almıram. Bu da keyfli də. Dün görürsəm, neynəmək istəyir? Ay qız, ürəyimi üzmə də, neynəmək istəyirdi? Heç nə. Sən demə gic-gici məni yola salmaq istəyir. Qapıya qədər ötürdü. Kama, çox sağ ol diqqətivə görə. Amma ayaqqabılarımı özüm də çıxarda bilərəm. Vay, vay, bu nə təhər adamdır. İndi mən boşqabları qırmağa mənəvi haqqım var, yoxsa yox? Var bacı, var. Bütün mətbəxi dağıtsan da haqqın var. Adam da belə dil bilməz olar, hə? Ver bura görüm. Eybi yox bacı. Yəqin bu dəfə kifayət qədər içməyib. Gözlə. Bir gün lap sərxoş olanda gedərsən yanına. İnşallah onda hər şey sən istədiyin kimi olacaq. Hə, vallahi düz deyirsən. Bir moment tapıb girəcəm yanına, deyəcəm, Riyadik, əzizim, bəlayı eşq ilə qıl aşına məni. Qıl da, ölməzsən ki. Bəs salam da. Əlbəttə, qıl, özü biraz xahiş edirəm, cəld ol. Oldu Vüqar müəllim, yaxşı. Bəli, hər şey qaydasındadır, mütləq. Yaxşı, hər şey qaydasında olacaq. Səidə, mənə qəhvə düzəlt, tələsirəm. Kamıya nöş demirsən. Mən heç ona əziyyət verərəm. Kamıya bir bax, bu qız qulluq üçün yaranmayıb. Əsl məhəbbət üçün yaranıb. Bəs sən nə üçün yaranmısan? Hələ boş-boş danışmaq üçün. Ey mənim həyatımın antenası. Mən nə vaxt boş-boş danışmışam? Bəh, sözə baxı, həyatımın antenası. Sən elə həmiş boş-boş danışırsan da. Səndən bir də şey xahiş elədim. Onu da indiyəcən eləyə bilmirsən. Qopçusan sən. Kama, sən öyle eləyəcəm. Özün görürsən ki, buradan çıxa bilmirəm. İmkan tapan kimi eləyəcəm. Gede, sən ölüm bir qəpiyə değməz. Kama, özüm ölüm eləyəcəm. Nə, mənə də deyin də. Sən ne deyil Sayka, öz işində ol, özü də biraz cəlb ol. Yaxşı Kama. Nə olar, mən bunu səni yadıma salaram, eybi yoxdur. Nigar, zəhmət olmasa yağı ver. Mama! Tez qaç, uşaq aladı. Nani! Nani niye ağlamıştı? Canım, niye ağlamıştı? Ben korkmuştum, sehara gitmişti. Ben balama səhər yeməyi hazırlayırdım ki, balam yesin, maması aparsın onu baxçıya. Səhər açılıb, bax, hava açılıb. Fidan xala da yanında. Ne olsun ki, Fidan hala durur ki? Düz deyirsən kızım. Fidan xalanı durğuzmaq səni yezizdirməkdə daha çətindir. Bax, şimdi biz neyniyək? Bilmirəm. Aha, mən tapdım. Fidan haladan qorxuram, o məni İndi gedib çıxarsan sən Fidan xalanın üstünə, burnunu sıxarsan, Yaxşı, burnunu sıxarsan, onda oyanar.
Baxanda da oyanmasa, daha bilmirəm onu necə oyadacaq. Çıx qızım, çıx, qorxma. Ay seni şeytan! Havalı kokmak istəyirdin. Can! Haqlısan, amma istəmirəm. Fidan dəli olmuşsan, uşağı ne qorxudursan? Bu ne oldu belə? Yox, qorxma, şəkər balam, qorxma, uzaq gəlməyəcək. Gəlsə də səni nə yiyər? Fidan xalayı yiyərsə, axı nəti çox da qorxulur. Qoy Fidan xalanı yesin. Fidan xala gördü. Ay, aman Allah. Görəsən bir gün olacaqmı? Mən yuxudan ayılanda artıq çəkim barədə fikirləşməyim. Qəliz vəsələdir. Nigar, deyəsən ağlamışam axı, hə? Sənə elə gəlmir. Gəlir. Deyəsən, Qərbalav köməklər axı, hə? Fidan, 2 gündür dərman içirsən, başlamısan, nə arıqlamışam, nə olub? Nə xəbərdir, bir səbrin olsun da. Sən heç mənə baxırsan. Bir də gəl çəkdi uşaqdan, Nigar. Hə Fidan, baxdım. Arıqlamısan. Sən Allah düz deyirsən. Hə Fidan, minimum 200 qram azaldısan. Eybi yox Nigar. Mən sənin acıq varıqlayacağım. Amma sən biraz da kökəlib inək kimi olacaqsan. Yaxşı dibləri, kimin əvvəli, kimin axırı. Ola bilər. İnək o qədər də qorxulu deyil mənim üçün. Əsas odur ki, sənin ölçülərinə çatmayım. Sən hələ özünə bir güzgüdə bax. Bax da, Nəyimə baxım? nə olacaq sənin axırın, hə? Nəyimə baxım, hə? Sifətə bax, o qədər adama yovuşmazsan ki, indiyə kimi də bir oğlan olmur. Hə, nə olsun, sən də olmayıb da. Baxışla, lap yadımdan çıxmışdı. Axı sənin üzürlü səbəblərin var. Sən ölçülərində oğlan tapmaq müşkül məsələdir. Demək, mənim ölçülərimdə oğlan tapmaq mümkün deyil, hə? Mən səhv eləmirəmsə səni düz başa düşdüm, hə? Yox Fidan, sən məni düz başa düşmədin. Mən demək istəyirdim ki, Bakıda o boyda öküz tapmaq çətin məsələdir. Amma Yaponiyada bilirsən orada necə sumo güləşçilər var. Yaxşı. Nani, tez ol gir çarpayının altına, tez! Yox, hə, gizdən indi zəlzələ başlayacaq. Deməli, mənim ölçülərimdə oğlan tapmaq mümkün deyil, hə? Mən səhv eləmirəmsə səni düz başa düşdüm, hə? Onda o sumo güləşinə hazır ol. Al! 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 Yaxşı, al! Ay balam, nə olub? Nə hayküy salmışsınız burada? Nigardı da mənə göz verib işıq vermir. Ay qız, cırma balışı, qoy yerə. Mən yoruldum sizə balış üzü almaqdan. Ay qız, niyə yerə atırsan? Demədin qoy yerə, qoydum da. Dedim qoy yerə, yəni yerinə, çarpayının üstünə, başa düşdün? Nə olub sənə Fidan? Hə? Nə olub? Görürsən mənimə, hər şeyi belə başa düşür. Hələ bir bunlara bax. Adam gömbul olanda onu gözüm çıxdıya salarlar. Nigar, niyə qırırsınız bir-birinizi? Nə şərikli malınız var ki, bölə bilmirsiniz, hə? Ay ma, Fidandır da. Yuxulu-yuxulu güzgüyə baxıb, qorxub. Deyir ki, bəs mənim qıraqlarım hanı? Güzgüyə yerləşməyib də, mən indi başqa güzgü sənin üçün oradan tapıb. Lap belə tapsam da evə yerləşdirə bilmərəm axı. Baba, nə oldu? Zəlzələ tutardı. Mən bacara bilmirəm sizinlə. Gəl quzum, gəl gedək. Gəl nənə ilə gedək. Gəl mənim balam, gəl.
Yaxşı, yaxşı. Eşidirəm Vüqar Açıq müəllim. başımdan, mənim işimə qarışma. Hələ yemək yeməyiblər. Oldu. Səidə, bir çay süz. Deməli, Sara xanım, bizim yatağan oğlumuz nahar eləməyə gəlmədi. Onsuz yeməli olacaq. Səidə, isti xörəkləri gətirə bilərsən. Yox, yox Səidə, Riyad gələndə gətirərsən. Nə olub, qaça qaçdı? Hər gün bir yerdə nahar eləyirik. 5 dəqiqə səbrin olsun da, Riyad gələn bir yerdə yeyərik. 5 dəqiqə? Sən buna əminsən? Yarım saat deyə onu gözləyirik. Bir də o elə içməyib ki, vaxtında yuxudan dursun. Yaxşı yadıma düşdü. Onunla bu arada ciddi danışmaq lazımdır. Axır vaxtlar lap ağını çıxardı. Yaxşı, nə olar hərdən bir içəndə? Allaha şükür. Narkotik qəbul eləmir ki, o bir imkanlı cavanlar kimi. Özünə təsəlli vermə, Sara. Nə fərqi var? Narkoman deyil, alkogolikdir. Bu adam artıq asılıdır, içkidən. Hər gün içir, özü fikir vermirsən. Belə geçsə sənin oğlun əvvəl biznesini, sonra da özünü məhv eləyir. Yaxşı, şişirtmə. Onun biznesi qaydasındadır. Şirkət işləyir. Bugün sabah Riyad onu genişləndirmə fikrindədir. Fikrində ola bilər, amma bu yaxın gələcəkdə mümkün deyil. Niyə axı? Niyə? Ona görə ki, sənin oğlun özündən hoqqa çıxardır. Zeynəlabdin Tağıyev olub mənim üçün. Yox, mən başa düşürəm, içki adamı səxavətli eləyir, amma daha belə olmaz axı. Vaqif, belə danışma. Allaha xoş getməz. Riyad kasıblara, imkansızlara kömək eləyir. Bir də sən mərhəmət hissini, öz doğma oğlunun mərhəmətini lağa qoyursan. İçkinin bura nə dəxli var? Sara, mərhəmət hissini ona mən öyrətmişəm. Amma daha hər şeyin bir həddi var. Qazancının 50%-ni paylayır, heç nə demirəm. Ancaq öz ziyanının hesabına belə eləmək olmaz axı. Riyadın təzə proyektinə 8 milyon dollar pul lazımdır. Xəbərim var. O da bu hay-hayda 2 milyon hesabından köçürüb heç bilinmir hansı hesabı. Mən əminəm ki, bu pullar da əvvəlkilər kimi geri qayıtmayacaq. Axı mən necə qarışmayayım oğlumun bu ağla sığmaz hərəkətlərinə? Yaxşı, yaxşı Vaqif. İndi gedib oyadaram. Amma söz ver ki, nahar arxasında bu söhbəti açmayacaqsan. Qoy uşaq çörəyini yesin, iştahını pozma. Yaxşı. Salamma. Sabahın xeyir. Sabahın xeyir oğlum. Amma sözün düzü indi gün ortadır. Oyanmısan? Bilmirəm. Necə yəni bilmirəm? Axı saat 1'dir Riyad. Atanın zəif mədəsinə yazığın gəlsin. Biraz da geciksin, atan birtər olacaq. Niyə? Cənab nazir nahara məni yemək istəyir. Ona başa sal ki, mən çiğ halda dadlı deyiləm. Bura bax, Havara. Bəsdir məni doladın. Atan 2 saatdan sonra Londona uçur. Biz bir yerdə nahar eləmək istəyirdik. Yadından çıxıb? Ayda, London. Lənət şeytana. Necə də yadımdan çıxıb, Bağışlama, 5 dəqiqəyə yanınızdayım. Gəlir. Yaxşı. Alo. Sabahınız xeyir, Rəna xanım. Hər vaxtınız xeyir, əfəndim. Əslində, indi günün ortasıdır. Üzürlü hesab elə, gün orta bizdən xəbərsiz gəlib çıxıb. Mən səni oyatmadım canım. Yox, bir balaca gecikmisən. Amma 5 dəqiqə qabaq hələ şansın var idi. Mama səni qabaqladı. Eybi yox, mamaya olar. Keyfiniz necədir, əfəndim?
Təcili yuyunmağa ehtiyacım var. Mənim də səninlə danışmağa ehtiyacım var. Ona görə də yaxın 5 dəqiqə ərzində telefondan ayrılmağı heç ağlına belə gətirmə. Aha. Deyəsən Leyli ilə Məcnun arasında qalmışam axı. Nə? Heç demək istəyirəm ki, mən indi vanna otağına girmək istəyirəm. Belə ki, qəribə, əcaib səslər eşitsən, təəccüblənmə. Yox axı. Sən nəsə başqa şey demək istəyirsən. Leyli ilə Məcnunun vanna otağına nə dəxli var? Dəxli odur ki, bir tərəfdən sən deyirsən danışaq, o biri tərəfdən sənin sevgilin məni aşağıya dəvət eləyir. Anladın? Qalmışam Leyli ilə Məcnun arasında. Riyad, bəsdir də, yekə oğlansan. Mən sənin atanın katibəsiyəm. Yadından çıxarma ki, məni o bu səviyyəyə çatdırıb. Maksimum ayda 1-2 dəfə görüşürük. Nə sevgili, mən sadəcə mənəvi borcumu yerinə yetirirəm. Yaxşı da incimə, zarafat eləyirəm. De görüm, bəs atamla Londona uçmursan? Yox. Dedim ki, mamam xəstədir, onu tək qoyub gedə bilmərəm. İnandı? İnandı, inanmadı, bu mənim problemim deyil. Sən deyilən, axşam görüşürük. Horoskopa baxmısan, ulduzlar nə deyir? Ulduzlar deyir ki, Riyad adlı bir oğlan bu gecə cənnətə düşəcək. Yaxşı, onda ulduzlara qarşı çıxmayaq. Sağ ol əzizim, axşam görüşəcəyik. Gözləyəcəyəm zəngini. Salamlar. Salam. Salam. Cənab Qəniyev, sizinlə birlikdə nahar etməkdən qürur duyuruq. Əslində mən alkogoliklərlə bir stol arxasında əyləşmirəm. Sən yeni içməyə başlamısan? Mən? Mən nə vaxt içmişəm? Bir-iki dəfə sənin ad günündə içmişdim, onda da başım hərləndi ki... Ha? Sara, söhbət səndən getmir. Nə yiyəcəksiniz, Riyad? Heç nə söylədi, çox sağ ol. Bir fincan qəhvə içərdim. Paxmeldən çıxmaq üçün pivə daha yaxşı olar. Yox, pivədən vaz keçdim. Çayda, bir də çiyələk istərdim qaymaqda. Baş üstə. Belə olmaz axı, Riyad. Çiyələk, qaymaq, bundan nə olacaq? Çörək yemək lazımdır. Hələ iştahım yoxdur mən. Birazdan yiyərəm. Əlbəttə, iştah hardan olsun ki? O gərək işsin ki, sonra iştah olsun. Vəssalam, başlandı da. Bu söhbət açılmalıydı, Riyad. Özün bu yerə çatdırdın. De görüm, niyə içkiyə qurşanmısan axır vaxtlar? İçkiyə qurşanmışam? Niyə belə fikirləşirsən? Bunu görməmək üçün ən azı kör olmaq lazımdır. Sən özün fikir verməmsən? Yox. Bir-iki gün ayıq qalsaydın, sən də bu barədə fikirləşərdin. Hələ yaxşı ki, evə sağ-salamat gəlib çatırsan. Adətən belə sərxoş vəziyyətdə adam maşın sürdüyünü də unudur. Sonra da ki, bilirsən, qabağına çıxan ilk ağacı qucaqlayır. Ağaclarla qucaqlaşmaq nəyimə lazımdır ki? Biofil zat deyiləm ki. Biofil nədir? Biofil? Yəni təbiəti dəlicəsinə sevən adam. Vaqif, yəqin bağbandır da bu, hə? Hə, bağban. Amma təbiəti qeyri-ordinar sevir də bu. Riyad, bəsdir zarafata saldın. Biz ciddi məsələdən danışırıq. Sən ağıllı oğlansan, çox şeyə özün nail olmuşsan.
Düzü mən səni elə belə də görmək istəyirdim. Ağıllı, qətiyyətli. Amma görünür bu içki problemini ciddi qəbul eləmirsən. Axır zaman hər gün içirsən. Bu artıq aslı olmaq deməkdir. Ayıl, Riyad, içki alçaldacaq səni. Yəni fikirləşirsən ki, sənin oğlun alçala bilər? Bundan heç kəs sığortalanmayıb, Riyad. Sən elə bilirsən, alkoqol narkotikdən yaxşıdır? Yox, eyni zəhərmardır. İkisi də adamı məhv eləyir. Yadında saxla. Ağlını itirdinsə, hər şeyi itirəcəksən. Hörmətini, var dövlətini, hətta həyatını belə. Hərdən seyr olur ki, həyatını o birilərdən daha tez itirirsən. Yəni? Yəni günlərin birində sərxoş halda maşını sürərkən qəzaya düşərsən və hər şey məhv olub gedər. Allah eləməsin, belə qəzalar tez-tez olur. Sonra da adamın hər parçasını bir dərədən tapırlar. Allah eləməsin. Balamdan uzaq, danışma belə şeyləri, Vaqif. Mən istəyirəm ki, sən başa düşəsən oğlum. Başa düşəsən ki, risk eləyirsən. Bax, bizim hər şeyimiz var. Sağlam ailəmiz, var dövlətimiz, hörmətimiz. Bundan artıq xoşbəxtlik ola bilməz. Biz səni sevirik. Bizim həyatımızın mənası sənsən. Başa düş ki, sənsiz bütün firavan həyat puşdur. Sən bizim xoşbəxtliyimizlə risk edə bilməzsən. Özü də içki kimi mənasız, boş bir şeyə görə. Sağ ol. Sağ ol, pa. Çox sağ ol. Nəyə görə? Narahatçılığına görə. Ata-ananın evlad üçün narahat olması, bunu görəndə evladın ürəyi dağa dönür. Axırıncı 3 ildə sən nazir olandan bəri bizim münasibətlərimiz neysə soymuşdu. Mənim yadıma gəlmir ki, son dəfə biz nə vaxt oturub belə dərdləşmişik. Sən öz işində, mən də öz işimdə. Ancaq sən mənim səhvimi görən kimi mənə yaxınlaşdın. Adətən sən özünü sındırmırsan. Məndə də var bu qürur xəstəliyi. Bu bizə mane olur. Sənsə sübut etdin ki, ata-bala arasında belə maniyə ola bilməz. Sən hər şeyi çox gözəl başa salırsan. İçkini qurtarmaq istəyirdim. Sən bu məsələyə nöqtəni qoydun. İçməyəcəm daha. O günlüyün ən böyük qazancımı isə sənin məhəbbətini hiss etməyim oldu. Durub qucaqlayardım səni. Heyf ki, sənin belə sentimental hərəkətlərdən xoşun gəlmir. Mənimsə gəlir. Mənisə sevirəm. Hə? Allaha qurban olum. Gör bizə necə bala verir, Vaqif. Maşallah, balamız böyüyüb, milyonlarla dollarlıq əməliyyatlar aparır. Maşınları hazır. Hə, yaxşı yadıma düşdü. Dünən mən Beynəlxalq Bankdan 2 milyon dollar çıxarmışam. Bilirəm. İstəyirdim ki, özün deyəsən. İndi hər şeyi başa salaram. Sıra gün Zaurlova getmişdik. Qaydanda yol üstü qaçqınların çadır şəhərciyinə girdik. İstəyirdim baxım necə yaşayırlar. Nə vəziyyətdədirlər, pa. Ayaq yalın uşaqlar, yamaq çadırlar. Yarı ac, yarı tox. Dəhşətli, pa.
işlərim biz oldu. Fikirləşdim, ay Allah. Bunlar da mənim kimi insandı axı. Amma aramızdakı fərqə bax. Ürəyim parça-parça oldu. Uzun sözün qısası. Bu 2 milyon dollara onlar üçün 85 evdən ibarət qəsəbə tikdirəcəm. Onların da insan kimi yaşamağa haqqı var. Halaldır sənə oğlum. Vallahi savab iş görərsən. Qulaq, Riyad. Bəs sənin yeni proyektin nə olacaq? Axı şirkəti genişləndirmək istəyirdin. Nə olar? Mən kredit götürərəm. Nəqd pul verib kredit götürürsən? Belə olmaz, Riyad. Bir iş görəndə adam ölçüb biçər. Yaxşı işlərində bir sərhəd olmalıdır. Bir məsləhətləşərdi necə olmasa. Neyse, öz pulundur, özün bilərsən. Ancaq bu 2 milyonu boş yerə xərclədim. Boş yerə? Bu sözləri sən deyirsən? Bütün kasıb qohum qonşularımıza həmişə sən kömək eləmisən. Əl tutmusan. Hamısı gözümün qabağında olub. Mən bunu səndən öyrənmişəm. Azərbaycanın 1 milyondan artıq qaçqını var. Dövlət bu məsələni tək başına həll edə bilməz. Cəmiyyətin qaymaqları, varlı adamları bu işə qoşulmalıdır. Yadındadır, uşaq vaxtı hər dəfə mənə pul verəndə deyərdin ki, kasıb küsuba payla. Allah əvəzin verəcək. Nə oldu? Sən dəyişmisən? Yoxsa kasıblara ancaq uşaqlar kömək eləməlidir? Yox, Riyad. Əlbəttə ki, yox. Atam belə demək istəmirdi. Riyad, sən bu pullardan istifadə edib, qazancını artırıb, ondan sonra qəsəbə tikə bilərdin. Papa, bu proses 1 il, bəlkə də çox çəkər. Nə fərqi var? Qaçqınlar o çadırlarda yaşayırlar. 1 ildə artıq yaşayardılar. Səbr eləyə bilərdin. Səbir yaxşı şeydir, amma bu işdə yox. Xəbərin olsun ki, axırıncı qış o çadırlardan 4 nəfərin həyatını aparıb. Özü də eyni xəstəlikdən, pnevmoniya. Bacı və qardaşlarımızın tələf olduğu bir zamanda bizim milyonlarımızın bankda saxlanılması günah deyilmi? Neysə, sən bu zamananın adamı deyilsən. Millətə atalıq eləmək istəyirsən, elə. Amma yadında saxla ki, nə olursa olsun, mən sənin arxanda dayanmışam. Allah səndən razı olsun, pa. Əslində elə mən sənin hesabına gürüldəyirəm. Yaxşı, çiyələyi üye. Nə var? Sizi telefona istəyirlər, Riyad. Məni? Sağ ol, Seydə. Eşidirəm? Salam, Riyad. Emin? Eşidirəm, qardaş. Mən səni narahat eləmədim. Qətiyyən yox. Bu nə söhbətdir? Demişdim axı, sən məni haçan axtarsan, qulluğunda həmişə hazıram. Riyad, sən təsadüfən boş vaxtın olmaz. Boş vaxt? Niyə ki olmur? Amma təsadüf olduğumu bilmirəm. Şəhər məhkəməsinə gələ bilərsən? Əlbəttə, Emin. Heç nədən narahat olma. 5-10 dəqiqəyə yanındayam. Papa, mən özüm gələcəm aeroporta.